Hava-havada gediləcək ən maraqlı yerə gəldik. Deməli, bugün krujka düzəltəcək. Burada gözəl nümunələr var idi. Bacda məndə yeni pinqvinini seçdik. Bezərimizə taxıb saçlarımızı yığdıq ki, bulaşmasın. Özləri də lazım olanda kumuk edirlər. Dırnaq uzun olanda da oymaq çətin olur. Mənim sürhülü dövrəsinə oxşayıb bacınama qüccək idi. Gili formaya salandan sonra fırçanı suya batırıb hamarlatmaq lazımdır. Bacı ucu pinqvinin başını düzəltmişdi. Mən elə indi düzəltməyə başlaydım. Diri baş bacım, əli, ayağı, burnu, hər yeri hazırdır. O sırada mən elə baş yumurlatıyam. Burada da krujkanın bitini düzəltəyəm. Bitinə bir yapışdırıyıq, sonra aşağısına şey qoyuruq ki, göydə qalsın. Biti qıccaq bərkitdim ora. Sonra bu qolları, ayaqları zad düzəltdim, onları da bərkitdim. İndi abdurlara baxıb quvanıyam. Qıccaq dolubdur. Rəngləməyə başlayam. Birinci əbbə qorunuyam, amma pişəni düzələcəkdir. Bacım pinqvin deyil, bir bəliyiblər. Krujkamızı qıccaq rəngləyik. Bir dənə xırda hissələri biraz səbir tələb eləyik, amma maraqlı idi. Maraqlı gün keçdi. Deməli, burada qoyacaq abları, sonra pişmağa göndərəcəklər özləri, bir də bir aydan gəlib götürəcək. Necə oldu sizcə? Qıccaqdır məncə. Şirində bucu-bucu. Abda bacı ilə mənim ağzımızın gözəldir. Üstümüzdə it günə düşdü. Heç nə, biz getdik, bir də bir aydan gəlib götürəcək. Sağ olun.